Aha, sağ olun. Şəkilləri yerləşdirdik, freyimlər yaratdıq. Siz bunu atım kənara. Baxın, bir dənə belə freyimlər yaratdıq. İndi klip kontenti açıq qoyacağım. Baxın, şəkillər itəcək. Aha. Baxın, burada 6 dənə freyim yaratdım. Buradan. Bu freyimi yaratdım və daxilinə şəkillər atdım mən. Şəkilləri atandan sonra bunları seçdim bir yerdə avtolayout elədim. Avtolayout olandan sonra gətirirəm, yerləşdirirəm bunun daxilinə, desktopunuzun daxilinə. İndi göstərim. Buraya yerləşdirdim. Baxın, klip kontenti indi eləyəcəm. Baxın, keçdim bura. Baxın, burada klip kontent var. Klikləyəndə bu nədir? Mənim bu avtolayoutdan sərhədlərindən kənarda olanlar itir. Baxın, indi açıq qoyuram. Şəkillər görünür burada. İndi aktiv edirəm, itir. Başımız qarışmasın deyə bunu belə eləmək daha yaxşıdır. Həm də səliqəli görünsün. Elədim. İndi baxın, burada avtolayoutun sərhədləri var. İstəsəm bunu axıra qədər eləyərəm. Bunu mən desktopun ölçüsü qədər ya da ki, burada bir sərhəd təyin edirəm, bura qədər. Eləyəndən sonra 2 dənə elips götürdüm. Birini yuxarı hissəyə yerləşdirirəm. Bunu biraz hündürlüyünü azaldım. Belə. Gətirirəm, yerləşdirirəm bura. Və bunun bir dənə kopyasını çıxarım, gətirim, yerləşdirim bunun aşağısına. Biraz da qaldırım. Aha, belə. Baxın, burada seçəndən sonra prototype-a gəlirəm. Burada flip horizontal, flip neydi? Overflow horizontal seçirəm. Baxın. Deyil. Prototype bir işləyir mən vaxtımda. Yox, həmişə donmur, Figma-dan asılıdır. Belə bir dənə scroll eləyəndə belə bir dizayn. Bunu biz davamlı da eləyə bilərik. Belə fırlansın davamlı. Heç bitməsin də belə qalsın. Bir-birə bitişdiririk. İndi nə edirik? Eləyək onu. Aha, eləyək. Necə bir tapşırığa baxmayaq. Zarafat eləyək. Overreact. Bunu indi bir dənə kopyasını çıxarırıq. Olar. Tərcə kritikə açıq. Bunu götürürəm. Bura qədər seçdim. İndi kopyasını çıxaracağım. Yerləşdirəm aşağı. Bunun bir dənə kopyasını çıxarım. Atıram bunun daxilinə. Atdım. İndi baxaq. Bunun bir dənə kopyasını çıxaracağım. Yerləşdirəm alta. Bunları elədim. İndi bunların bir dənə klip kontentini açıq qoyuram. Görüm necə görünür. Buradan belə. Burada da klip kontenti açıq qoyuram. Bunu da belə açıram. İndi nə eləməliyəm? Mən bu sondakını bunu qısaldım. Var, bundan başqa yox. Qısaldım, bu qədər edeyim. Bunu da eyni ilə qısaldım. Mən nə eləməliyəm? Bu sonu, bu bitişi sürüşdürməliyəm bu başlanğıca. Nə edirəm? İndi gətirirəm, seçirəm bunu. Da bunu. Bu ikisini bunları avtolayout edeyim. Bunu seçdim. Bir də bunun daxilində bir dənə avtolayout olmalı. Frame 7, bir də frame 6. Frame 7'ni də bağlayayım. Bir də frame 6. Bu nədir? Bu ayrıca avtolayout deyil.
Dəqiqə bunu təzdən edeyim. Əvvəldən avtoliat eləmişdim deyə. Bir dənə Ctrl Shift. Çox. Hə. Ungrup olmur ondan sonra. Unsplash-ə burada daxilə şəkillər ataq tez. Sən bunu seçək. Sonra bunu seçirəm. Bunu ataq. Sonra seçirəm buradan. Bunu İlanda götür. Yox, İlan qəşəng heyvan. Shift A-ya basıram. Bunu avtoliat elədim. Bunun bir dənə kopyasını çıxaracağım. Avtoliat. Aha, çıxardım. Filmə dəhşət oldu. Yox, proqram özündən. Yox, kəsən mənə. Beto, hansı dərslər çox tək dərslər deyəsən? Yox, mühüm dərsləri. Bunların klip kontentini açıq qoyuyorum. Sadəcə görünmür, gizlənir elə bil ki. Prototype-a keçək. Bunu etdik. Bahar görə işləyəcək. Hə. Onu keçmədi? Yaxşı. Smart Animate verək. Smart Animate verək. Onu başa salarım. Bəyət soruşduğunuz pop-up var. O da həmin prototype-dan gəlir. After Line. Nə vaxt qoyursunuz? Gecikmə ilə. Burada müəyyən saniyə ərzində dəyişir. Amma bir dəqiqə. Bir dəqiqə baxaq ki, hansı şəkillərdir. Aşağıdakı şəkli görək necə eləmişik. Sən baxaq. Klip kontenti açaq. Yox, açmıyor. Prosto nə atım.
biz nə etməliyik? Şəkillər prosta Məncə hər ikisində olmalı. Quşun şəkli başqa olmalı. Bu demək ki, aşağıdakı başqa şəkildə başqa. tamam qısaldıq belə. Amma bir dəqiqə. Burada ilan olmalıdır, səhv eləmirəmsə. İlanı yerləşdirməliyik burada. Burada nə deyək? İlanla başlamalıdır, səhv eləmirəmsə. Baxaq görək prototipına necədir. Bunlar gidib kontentini açıqlaya görə necə görünür. Bunu bəs aha, indi yoxlayaq. Aha. İndi baxaq. On klik vermişik deyəsəm, bunlar after delay verək. Bunu da after delay verək. Aha, bir daha baxaq. Birə basaq. Geriyə dönməyi mənə çatmadı. Ha. Bəli. Bir də baxaq. Çətin deyil. Tamam, kənara ataq. Yox, bunu demək olar, çox az istifadə edirəm. Yəni, onsuz bunu əzbərləyə bilməzsiniz bunu, heç vaxt əzbərləyə bilməzsiniz. Sadəcə məntiqi tutmasan ki, bu necə davamlı getməlidir. Bir dənə də geri verək, geri. Mən şeydə işləyəm, dərsdə yapışdım belə. Amma bitmir deyəmək ki, bitirmir ondan. Prosta eyni şey, 3 variantı təkrar olmuşam. Prosta bağlı. Ona görə təkrar gəlmişim olursa, belə məntiqlə düşünürəm ki, heç kim 3-cü dəfə eyni yeri buraxmaz da, ikinə görə ki, eyni şeydir. Bunu indi avtoliat eləyəcəm. Yan-yana qoy baxın, hə. Elədik, əla. Bunu da atım kənara. İndi bunu bir dənə kopyasını çıxarıram. Və bunların klip kontentini açıq qoyacağım. 3 dənə şəkillə. Dizayna qaydıram. Açıq qoyuram 3 dənə şəkil. Aha. Burada da son 3 dənə şəkil qalana qədər fırladacam. Elə bil ki.
oldu. Birinci 3 dənə, ikinci o biri 3 dənə, Ha, sonra da sağ. o biri 3 dənə kəssən. Bəli. Onda 3 dənə kopya çıxarmalıyıq əslində. Evet, çox çox. Yox. İndi görək işləməlidir. Buna bir dənə klip content eləyək. Əslində olsa eyni şey kopyalar bağlı yaptım. Yəni, baxı gördüm. Sonra aktif edeceğim. Desktop'un klip kontenti açıldısa, onun içine düşməyibsə bir dəqiqə təzədən düşməyib. Все. Biraz bunu bir dənə komponent set edirik. Gəlirik buradan da bir dənə seçirik. Buradan after delay veririk. Aha. Bir dənə də belə after delay veririk. Aha. Daha çox qoysaq, daha yaxşı, çox tez keçməsin deyə. Əsas o fırlandısa problem yoxdur, o saniyəsini eləyə bilərik. Aslında. Bunun bir dənə başqa variantını göstərəcəm sən bu işləsən. İşte görək. Sən baxaq şöyle nə vermişik prototype. Tamam. Silək. Kopyasını gətirək qoyaq bura. Ama onu özü niye koyuyorsunuz ki? Kopyasını qoyuram. Kopyasını? Hə. Mütləq şəkildə komponent. Oradan qoyanda olur ki, mən assets'ten Fərqi yoxdur, ardın üstdən qoya bilərsən. Hə? Mən də bizim oradan qoyuram, ancaq oradan. Hə, olur. Yenə geriyə qaydıramam mı? Geriyə qaydır. Geriyə qaydır, yoxsa nəsə çox tez qoyursun, biraz yavaş qoyursun, mən normallaşacaq. Məncə tez-tez gedir bizim gözümüzə elə, çünki eyni şeydən başlayacaq. Artıq bir ara eləməkdə video var, qoydular. Bu geriyə o videoları yapılmıyor. Səvinə xanım, siz videomuzu düzəltmə. Ben bir işi bacağım var. Bizim şeyimizden her saat başı kimliğinden iş şahidimiz. Yoxsa amma Geriyə qaydır yox. Geri təqalı. Geri qaydır. Yəni bununla bu. Məntiq olaraq düzdür. Yəni düşünək. Yukarıda yandıra düşünək.